Alınmasında ilk öncə başlayırıq sənayedə alınma üsulumuz və laboratoriyada. Alkanların sənayedə və laboratoriyada alınma üsullarını indi yazdım. Sənayedə sözünü yazdım Rəqsanə. Yəqin ki, görsəndir. Deyirik ki, sənayedə alınma üsulları ilə alkanların laboratoriyada alınma üsullarını fərqləndirməyi bacarmalısınız. Suallarda özünüz də görəcəksiniz. Sənaye və laboratoriyanı fərqləndirməlidir suallarda. İlk öncə biz deyirik ki, alkanları təbii qazdan alırıq. Təbii qazın təqribən 80-97% metan, qalan hissəsi isə etan, propan və butandan ibarət olur. Ona görə ilk öncə sənayedə təbiətdə var olan təbii qazdan alırlar. Neftin böyük bir hissəsini, neftin tərkibində bu qazlarımız həll olmuş halda olur. Neft çıxarılan zaman, fraksiyalı distillə zamanı təbii qazdan alkanı da ala bilirik. Yəni metanı, butanı, propanı, etanı və s. Qısaca təbii qazdan alınır. İkinci üsulumuz isə benzin-sintin reaksiyasıdır ki, bu reaksiyanı uşaqlar həmişə metanın alınması kimi yadda saxlayır. Amma misal üçün CO-nun üzərinə hidrogen gəldim, alıram nə? CH4 və su. Uşaqlar bunu həmişə bu cür yadda saxlayır. Ki benzin-sintin reaksiyasıdır. Bu əslində benzin-sintin reaksiyası təkcə metanın alınmasına aid bir reaksiya deyil. Bunun ümumi sxemi var. N mol dəm qazının üzərinə 2N plus 1 mol H2 gəldikdə mən alıram alkan və su. N mol su. İndi burada CO-nu 1 mol götürmüşəm deyə NO-nun yerinə 1 qoymuşam deyə bu reaksiyadır. Götürsəm 2 mol, onda olacaq 2 mol CO, üstə gəlinsin 5 mol hidrogen, alınıbdır buradan C2H6 və 2 mol su. 3 də qoya bilərəm, 4 də qoya bilərəm yerinə. Birdən indi gözümüz öyrəşir CO plus hidrogen, metan və su. Birdən etanı verirsə durub bax, yəni çaşıb qalmamalısınız. Bilməlisiniz ki, bu benzin-sintin reaksiyasıdır. Sxemi budur. N-in yerinə müxtəlif ədədlər qoya bilərəm. Sonra gəlirik, deyirik ki, sənayedə digər alınma üsulumuz isə aiddir bura. Katalizator iştirakında karbon və hidrogenin reaksiyası. Karbon və hidrogenin katalizator iştirakında reaksiyasından mən bilirəm ki, metanı ala bilərəm. Gözləyin, onu da yazım. Karbon üstünə gəlirəm nə? H2, buradan da alıram CH4. Bundan başqa bura aiddir. Heç bir şey, elə bunlar da sənayedir. Laboratoriyaya keçdikdə isə laboratoriyada üsullarımız genişdir, uzundur. Bu üsullara bir-bir əzbər yadda saxlamalıyıq. Sənayedə alınma üsullarını dedik, indi laboratoriyada alınma üsullarına baxaq. Lab yazıram, özünüz də biləcəksiniz. Laboratoriyada alınma üsullarından ilki alüminium karbidin su ilə reaksiyasıdır ki, alüminium karbidin su ilə reaksiyasından biz alırıq metanı, yəni CH4-ü və alüminium OH3-ü. Bu metanın alınması reaksiyasıdır alüminium karbidi. İkinci üsulumuz isə deyirik ki, doymuş karbon turşularının bir dənə qarışqa turşusu istisna olmaqla duzlarına qələvlər ilə təsir etməklə. Yəni misal üçün, qarışqa turşusundan başqa digər turşuların hamısına aiddir. CH3 COO natriumun üzərinə gəlirəm natrium OH-ı. Bu zaman fikir verin. Natrium O, baba gəlir elə bilin ki, natrium O deyil. Buradakı karbon O natrium ilə buradakı natrium O birləşir, əmələ gətirir natrium 2 CO3-ü. Bu hidrogen var, natrium OH-ın hidrogeni, o da gedir CH3-ün üstünə və nəticədə olur CH4. Elə bil siz burada baxırsınız CH3-ə. Əgər CH3-dürsə üstünə hidrogen gəl, alınır CH4. Mən indi orada CH3-ün yerinə C2H5. Uşaqların gözü öyrəşibdir CH3COO natrium görməyə. 20 sınaq var orada vermişdi C2H5COO natrium. Uşaqların çoxsu bu reaksiyanın ağlına gəlmir ki, bu ola. Deməli, nə etmək lazımdır? Sxemin bilmək lazımdır. Sxemin bilmək lazımdır ki, radikalım C2H5-dirsə, deməli, burada alınan alkanım olasıdır nə? C2H6. Üstə gəlinsin natrium karbonat.
S3H7SO natrium olsaydı hansı alkanım alınacaqdı? Hansı Natrium. alınacaqdı? S3H8 alınacaqdı. Tamam. Bir də 20 sınaqda belə bir reaksiya verib. S6H5SOO. Ya 20 sınaqda ya da situasiya sualıdır dimin arxasında. İkisindən biridir. Natrium OH. Uşaqlar bunu görüb çatdır. Benzin. S6H5 deyirsə nə alınacaq deməli? Çağdaşım. S6H6 və natrium karbonatı alınacaq. Radikala fikir verirsiniz, üstünə hidrogeni gəlirsiniz, alırsınız. Deməli benzol və natrium karbonatı alınır. Aydın oldu? Benzoy turşusunun natrium duzuna qələvi ilə təsir etdikdə benzol alıram. Bu dərsə uyğun deyil, sadəcə yazdım ki, biləsiniz. Qarşınıza çıxacaq. Aydın oldu? Aydın Bəli. oldusa, misal üçün. Uşaqlar, üstündə heç eləməyin lövhənin, yazıram. Tərpənirsiniz eləyəndə. Natrium OH çapında bu maddənin üzərindən nə alınacaq? Buton. Buton alınacaq. Sizi çaşdırmasın. Belə yazanda da sizi çaşdırmasın. Siz bilməlisiniz ki, buradan da buton alınır onsuz. Aydın oldu? Bildiniz? Aferin. Sonra gəlirik bizim alkanların ən dəhşətlisi olan Würz reaksiyasına. Würz reaksiyasından o qədər sual var ki, ona görə Würz reaksiyasını tam şəkildə əzbər öyrənməliyik. Würz reaksiyası alkanların kimyəvi xassələrindən belə ən önəmli yəni onlardan belə daha çox düşən bir reaksiyadır. Alınması reaksiyasıdır. Würz reaksiyası alkanların monohallogenli törəmələrinin üzərinə natrium metalı ilə təsir etməklə alınır. Misal üçün, bunu qısa şəkildə yazanda, dedik alkanların nəyə? Monohallogenli törəmələrinə. 2 mol alkanın monohallogenli törəməsini götürürəm. Üzərinə gəlirəm natrium. Buradan nə alınır? Bu CnH2 plus 1 2 dənə eyni radikal bir-biri ilə birləşir. Və bu yazdığım reaksiyanın sxemini əzbər bilin. Bütün məsələlərdə bizə lazım olacaq. Natrium xlor yazdım. Hə, xlorla vermişdim. Onsuz eyb yoxdur. Xlorun yerinə brom da ola bilər, yod da ola bilər. Yəni istənilən halda gen ola bilər. Deməli, Würz reaksiyası zamanı alkanların monohallogenli törəmələrinə natrium metalı ilə təsir edilir. Bu zaman alkanın radikalı özü ilə birləşir. Biz o alkanı məcburuq ki, 2 mol götürək. Alkan radikalı var ha. Onlar bir-biri ilə birləşir. Ona görə biz buna deyirik ki, özünün güzgə əksi olan maddə ilə birləşir. Yəni misal üçün CH3 xlor yazsam, bunun üzərinə 2 mol götürsəm, natrium gəlsəm, burada xloru çıxırsınız, CH3 ilə CH3-ü birləşdirirsiniz. Baxın, bir-birinin güzgə əksidir. Yəni yarı-yarıdır. Qatdalasaq üst-üstə düşəcək. Və natrium xloru alınır. Burada əsas bu sadələri yazmaq asandır. Qarışıqları yazmaq biraz uşaqları çaşdırır. Baxın. Deyirəm ki, misal üçün, bunun üzərinə gəlirəm xlor, üzərinə gəlirəm natrium. Uşaqları biraz bu çaşdırır. Necə eləyirsiniz? Bu olanı olduğu kimi köçürdürsünüz aşağı. Köçürtdükdən sonra xətti qoyursunuz, özünü yenidən o xəttə birləşdirirsiniz. Müəllimə, 203 dimetil pentanalım, butanalım var. Bəli, 203 dimetil butanalım. Yazmağı da necə yazdıq? Bu hissəsini bilirəm onsuz. Buna nəyi birləşdirməliyəm? CH-ı. CH-a neçə dənə CH3 birləşməlidir? 2 dənə. Eynisini də buradan yazırsınız. Bu da olur bizim Würz reaksiyamız. Aydın oldu? Və yaxud da deyirik ki, əgər 1 mol, 2 mol eyni monohallogenli törəməyə natrium ilə təsir etdikdə, eyni monohallogenli törəmənin özü ilə birləşməsindən əmələ gələn alkan alınır. Və alkanda karbonun sayı 2 dəfə artır. Yəni mən yazsam 2 mol CH3 xlordan üzərinə natrium gəlmişəmsə nə alınıbdı? C2H6 və natrium xlor alınıb.
Yəni karbonun sayı nə olur? 2 dəfə artır. Karbonun valentliyi heç vaxt dəyişmir. Karbonun oksidləşmə dərəcəsi dəyişir və karbonun zəncirinin quruluşu, uzunluğu artır. Amma valentliyi dəyişmir. Hidrogenin valentliyi, oksidləşmə dərəcəsi dəyişmir. Daha sonra deyirəm ki, 2 müxtəlif, misal üçün CH3 xlor və propil xlor, izopropil xlor deyək. Bunların üzərindən natrium gəldikdə, burada artıq 3 cür maddə alınır. Hansılardır? Birincisi alınır, birinci maddənin özü ilə birləşməsindən. Yəni CH3 ilə CH3-ün birləşməsi alınır 25%. İkinci alınır CH3 ilə ikinci maddənin birləşməsi. Yəni CH3, CH, CH3, CH3. Bu olur 50%. Dördüncüsü də alınır. İkinci maddənin özü ilə birləşməsi. Bitdi. Bu da olur 25%. Sizə sual kimi düşəcək. Hansı alkandır ki, onu heç vaxt virus reaksiyası ilə almaq olmur? Metanı heç vaxt virus reaksiyası ilə almaq olmaz. Çünki metanda karbonun sayı bir dənədir. Burada karbon karbonla birləşib zəncirin uzunluğu artmalıdır. Metanda necə artsın, onsuz da bir dənədir. Deməli, CH4-ü heç vaxt almaq olmaz. Eyni monohalogenli törəmədən həmişə cüt sayda karbon atomu olanları ala bilirik. Misal üçün 2 olanı, 4 olanı, 6 olanı ala bilirik. Çünki eyni monohalogenli alkan götürəndə, alkanların eyni monohalogenlisini götürəndə istəyir onun karbon sayı cüt olsun, istəyir tək olsun, fərqi yoxdur. Karbonun sayı 2 dəfə artır deyə nəticədə ancaq cüt sayda olan alkan alınır. Tək sayda olan alkanları almaq üçün mən məcburam ki, 2 müxtəlif monohalogenli törəmə götürüm. Misal üçün, C3H8-i almaq üçün mən onu necə götürüm eyni monohalogenli törəmə ki, 2-yə vuranda 3 eləsin? Götürə bilmirəm. C3H8-i almaq üçün məcburam ki, götürəm CH3 xlor və CH3, CH2 xlor. Yəni, belə bölə bilərəm ancaq. Eynisini ala bilmərəm. Tək sayda eyni monohalogenli törəmədən almaq olmur. Həmişə müxtəlif monohalogenli törəmədən almalıyıq. Cüt saydan isə hər ikisindən almaq olur. Aydın oldu? Aydın oldu uşaqlar? Bəli. Bəli, mənim aydındır. İndi buna aid çoxlu məsələlərimiz var ki, inşallah gələn dərsə işləyəcəyik. Test toxluda da çoxdur. Baxıb gözünüz qorxmasın. İnşallah, inşallah. Hamısını işləyəcəyik. Yaxşı. Nə inşallah, inşallah deyirsən. Hafiz desən, bunları bilmirsən. Hada deyirəm ki, işləyək inşallah gələn dəfəyə. Hə, gələn dəfəyə işləyək. Aydın oldu uşaqlar, virus reaksiyasından bizə. Bir də ki, alkanların özlərinin crackingi nəticəsində bir dənə alkan, bir dənə alken əmələ gəlirik. Yüksək molekul kütləsi, yəni misal üçün C18H, bunu bayaq deməmişdim, indi deyim. C818H20. Biz bunu parçalayanda alıram mən C9H 18H20 düşmür, 20 düşmür. 20 niyə yazmışam bura? 18-i vurun 2-yə, 36, 38. Parçalayanda alıram C9H20 üstə gəlsin C9H18. Deməli, bir dənə alkan aldım, bir dənə də alken aldım. Bu üsul həm alkanların alınmasında, həm də alkenlərin alınmasında istifadə olunur cracking üsulumuzda. Yüksək kütləyə malik alkanların crackingi nəticəsində alkan və alken alınır. Aydın oldu? Aydın oldu uşaqlar? Ümid edirəm ki, aydındır. Sonra keçdik davamına. Alkanların kimyəvi xassələrinə. Alkanların kimyəvi xassəsinə gəldikdə siz bilməlisiniz ki, alkanlar üçün əvəz etmə reaksiyaları, yanma, əvəz etmə, yanma reaksiyaları, izomerləşmə, nə? Bir dənə birləşmə reaksiyası olunur deyilən. Birləşmə reaksiyası da olmur, polimerləşmə reaksiyası da olmur. Yanma və oksidləşmə olur, izomerləşmə olur, əvəz etmə olur. Aydın oldu? İlk öncə başlayırıq əvəz etmə reaksiyalarından. Əvəz etmə reaksiyalarında siz bilməlisiniz ki,
alkanlar heç vaxt birləşmə reaksiyasına daxil olmur, amma əvəzetmə reaksiyasına daxil olur. Əvəzetmə reaksiyalarına aiddir hallogenləşmə reaksiyaları və nitrolaşma reaksiyası. İlk öncə biz başlayırıq hallogenləşmə reaksiyalarına. Misal üçün yazıram. CH4-ün üzərinə xlor gəlmişəm. Bu H- yazılır. Bunu bilməlisiniz ki, havada gedəndir və zəncirvari reaksiyadır. Zəncirvari reaksiyadır. Bunu əzbər yadda saxlayın. H- işarəsindən də bilə bilərsiniz. Sual düşəcək, bilin ki, bu zəncirvari reaksiyadır. Bu zəncirvari reaksiya nəticəsində deyirik ki, alınır nə? Bizim bu xlor atomumuz yoxdur. Gəlir bir dənə hidrogeni əvəz eləyir. Alınır CH3 xlor. Buradan çıxan hidrogen də bunun bir dənə tək xloru var ha. Onunla birləşir, verir H xlor. Yəni qısaca məhz xloru 1 mol götürsəm, bir dənə hidrogen atomu əvəz olunacaq və 1 mol H xlor alınacaq. Amma mən götürüb xloru 2 mol götürsəydim, artıq reaksiya nəticəsində 2 dənə hidrogen atomu əvəz olunacaqdı və 2 mol H xlor əmələ gələcəkdi. Mən xloru 3 mol götürsəydim, deməli 3 dənə xlor atomu əvəz olunacaq və nəticədə 3 mol H xlor gələcək. Aydın oldu? Buna fikir verin. Xloru neçə mol götürsəm, o qədər hidrogen əvəz olunur xlor ilə və o qədər də H xlor əmələ gəlir. Bu reaksiya zəncirvaridir, sərbəst radikal mexanizmi ilə baş verir. Oldu bizim hallogenləşmə reaksiyamız. Əvəz olunan hidrogenin sayı qədər neçə mol desək, xlor neçə mol əvəz olunur desə, neçə mol xlor lazımdır ki, metanda tam əvəz olunma desə, deyirsən ki, 4 mol. Mənə 4 mol xlor lazımdır ki, CH4 tamamilə əvəz olunsun. C xlor 4 alınsın. Yəni bunlara fikir verin. Xloru neçə mol götürsəniz, əvəz olunan hidrogen də o qədər olacaq. Sonra keçirik nitrallaşma reaksiyası, yəni alkanların nitrat turşusu ilə reaksiyası. CH4-ün üzərinə nitrat turşusunu biz HNO2 kimi yazırıq. Bu zaman HNO2 gəlir hidrogenin birini götürür. Reaksiya nəticəsində alınır CH3NO2 və su. OH ilə H birləşəndə su verir. Nitrat turşusu əsasən duru götürülməlidir. Bu da reaksiyamızda olur Konovalov reaksiyası. Konovalov kəşf edibdi deyə adına qoyublar. Konovalov reaksiyası dedikdə metan ilə nitrat turşusunun reaksiyası nəzərdə tutulur. Ümumilikdə nitrolaşma reaksiyasıdır. Bu oldu bizim alkanların əvəzetmə reaksiyaları. Əvəzetmə reaksiyalarından sonra gəlir bizim yanma və oksidləşmə reaksiyalarımız. İlk öncə baxaq yanma reaksiyalarımıza, sonra oksidləşmə reaksiyalarımızdan da danışacağıq. Yanma reaksiyasının ümumi sxemini yazıram. CnH2n+2 alkanların ümumi formuludur. Yandırırıq. Yanması nəticəsində bütün karbohidrogenlərdə, spirtlərdə olduğu kimi karbon qazı və su əmələ gəlir. Karbonun sayı n-dirsə, karbon qazının da qabağına n düşür. Hidrogenin sayı 2n+2-dirsə, suyun qabağına n+1 düşür. Bu zaman oksigenin sayı olur 2-yə vurdum 2n, 3n+1. Burada 2-dir deyə olur 3n+1 bölünsün 2. Bu olur bizim yanma reaksiyamızın ümumi sxemi. Amma bunu bilməsəniz belə, onsuz heç bir uşaq bunu əzbərləmir. Ürəyiniz istəyən bir alkan götürün. Misal üçün C4H10, üstünə gəldim oksigen qazını. Sizə yolunu öyrədirəm. Hidrogenin sayı əgər 4-ə tam bölünürsə, burada C4H10-un əmsalını 2 yazmağa ehtiyac yoxdur. Amma burada 10 4-ə bölünmür deyə məcburam bura 2 atam. Atdım. 2 atdıqdan sonra CO2 və suyu yazıram. 2 4-ün 8-dirsə 8 dənə karbon var deyə karbon qazının qabağında 8 atıram. Hidrogenin də sayı 20 olur deyə suyun da qabağına 10 atıram. O zaman oksigenin qabağına 10, 26, 13 düşür. Əgər 4-ə bölünən olsaydı, misal üçün C3H8 üstə gəlsin oksigen qazı olsaydı, artıq deməli burada mən C3H8-in qabağına 2 atmağıma ehtiyac yoxdur. Eləcə yazacağam. 3 dənə karbon var deyə bura 3, 8 dənə hidrogendirsə bura 4, 4, 6, 10, burada 5 düşür. Deməli hidrogenin sayı 4-ə tam bölünürsə 2 atmağa ehtiyac yoxdur, 4-ə bölünmürsə 2 atmağa ehtiyac var. Bu sxemi bilməsəniz belə bu üsulla bütün karbohidrogenləri
Bütün karbohidrogenləri yeyə bilərsiniz. Nəfəsim gəzildi. Əmsallaşdıra bilərsiniz. Aydın oldu? Bu üsulda varmı? Əgər tərksə, yəni karbon üstü 5 atmırsan, cüt-cütə qalsın 2 atırsan. Bəli, 4-ə bölünürsə atmırsan, tək cüt söhbəti deyil axı. Hə, tək cüt də deyə bilərsiniz, düzdür. Karbonun sayı tək Bəli. olanlarda atmırsan, cüt olanlarda isə atırsan. Düz deyirsən. Yo, İndi onda məsələn 18 falan olsa yenə olacaq ki, C18 36-38 olur, bölünməz. bölünməz, bəli. Düz deyir də, tək olanlarda atmırıq, cüt olanlarda atırıq əmsal. Atırıq da. Bəli, məntiqlə Hə, odur. 4-ə bölünmək söhbəti olmasa bu da gedir. Aydın oldu? Bəli. Daha sonra gəlirik katalitik oksidləşmə. Rəqsanədə arada işləyir də verin. Deyin. Hə, Rəqsanə? Arada kafayı vuram da. Sən nə olar ki? Nə olar ki, hə? Keçən dəfə sənə cəza verdim, o cəzadan xəbər gəlmədi. Sabaha indi oksidasiya O cəza yazma, görəcəksən sən cəzanın nə idi. Sabaha yaz gəl. Yaxşı. Gəldik katalitik oksidləşmə. Metanın 3 cür oksidləşməsi var ki, sizdən xahişim budur, əzbər bilin. Bilin ki, metanın oksidləşməsindən hansı maddələr alına bilər. Deyirik ki, katalizatorun təbiətindən və temperaturdan asılı olaraq metan 3 cür maddə verir oksidləşməsi nəticəsində. Katalizatorda yazıram. Birincisi, ikincisi, üçüncüsü. Birincisində formaldehid və su. İkincisində metil spirti. Üçüncüsündə isə qarışqa turşusu və su. Əzbərə bilməlisiniz. Sonra gəlirik ki, butanın oksidləşməsindən alınır asetat turşusu və su. Asetat turşusunun alınmasında bu reaksiyanı keçəcəyik. Katalizator iştirakında alınır CH3COOH və su. Həm oksidləşmə biz əzbər bilməliyik də. Bəli, bunları artıq əzbərləyin. Yaxşı? İndi bir misal deyirik. Deyirik ki, bunu demədim. C4H10-dur, düzdür? Deyirik ki, tərkibində cüt sayda olan xətti quruluşlu alkanların müəyyən şəraitdə oksidləşməsindən uyğun turşu və su alınır. İndi burada C4H10 olmasın, misal üçün olsun C32, böyük bir adam ədəd yazdım, H66. Bunun üzərinə oksigen gəldikdə hansı turşu alınır? 32-ni bölürsünüz 2-yə, C16, COOH və su. Burada kim olur? Deməli, karbonun sayını vurursunuz 2-yə, uyğun turşunu tapırsınız. Bu sirkə turşusunun alınması reaksiyası isə bizə çox önəmlidir, çünki sual kimi düşüb. Yəni, bunun C4H10-un əvəzinə cüt sayda istənilən bir alkanı da qoya bilərsiniz. Aydın oldu? Aydın oldusa, gəlirik alkanların parçalanma reaksiyalarına. Bayaqları qeyd eləməmişdim heç parçalanma reaksiyalarını. İndi yadımıza düşdü. Parçalanma reaksiyalarımıza bayaqları misal demişdik. Demişdik ki, alkanların krekingi nəticəsində alkan və alken alınır. Başqa bir misal da deyək. C4H10-un parçalanması nəticəsində C2H6 və C2H4 alınır. Alkan və alken. Metanın bu uğurda 3 cür parçalanması var ki, bu 3 cür parçalanmanı əzbərə bilməlisiniz. Metanın 1000 dərəcədə parçalanmasından alınır karbon və hidrogen. 550-650 dərəcə arasında parçalanması. Alınır C2H4 və hidrogen qazı. CH4-ün 1500 dərəcədə parçalanmasından isə asetilen, C2H2 və hidrogen alınır ki, əzbərə bilməlisiniz. Xahiş edirəm, əzbərləyin. Sonra gəldik alkanların izomerləşmə reaksiyalarına. Butandan izobutanın alınmasını ən çox burada misal göstəririk. İzomerləşmə reaksiyası alüminium florid katalizatoru iştirakında gedir və nəticədə izobutan alınır. Yəni, karbonun, hidrogenin sayı dəyişmir, təkcə alkanlarda nə dəyişir? Karbon zəncirinin quruluşu dəyişir. Bunların hər birini nə edirsiniz? Qəşəngcə öyrənirsiniz.